Oxay, oxay. Adamı belə yandırıb tökərlərə, salmasın. O qədər mənə söz eşitdirmisən, o qədər qalmışam yana-yana. Bax, indi öl canın çıxsın, sən yan. Hələ harasıdır? Allah eləsin bu Mədət dayı 5-6 gündə gec gəlsin. Gör sənin başına mən nə oynatıramsa olmaz. Gör nə oynatıram sənin başına. Hələ harasıdır? Mən elədiklərin ki var ha, onların hamısını bir çıxacam sənin canından, deyəm. Sənin mən başına elə oyun açım ki, özüm məhtəl qalıb ki, ay Allah, bu nə işiydi gəldi başıma. Sabah xeyir hanım. Sabahın xeyir. Klinikaya gelirsən. Hə. Nə tez? Yaxşında gözlə, mən də bir 5 dəqiqə geyinim, bir yerdə Yox ay balam, lazım deyil. Mən özüm gedirəm, sən qal evdə. Niyə? Qoy mən də gedim də səndən. Dedim lazım deyil də. Sən otur evində, eşiyində. Özdə narahat olma. Mən gedib gəlirəm. Yaxşı, ehtiyatlı olana. Yaxşı. Gel. Sabahın xeyir qız. Sabahın xeyir. Gel. Gəlmək olar da, hə? Ha, onlar ne olur? Bu Rasim yoxdur, hə? Rasim evdədir, hamama girib. Əlzin yur. Hə, ona sözüm vardı. Ha, xeyirdir. Ay balama qurban olum, özü də gəldi. Necəsən mənim balam? Sabahın xeyir, sən necəsən? Yaxşıyam. Can balamsa. Oğlum, sənə sözüm var. Özün var? Həri. İstəyirsən düşək qonaq otağında elə xalabala kimi söhbət eləyək, hə? Ay yox, elə bura yaxşıdır. Gəl burada danışaq. Necə istəyirsən? Hə, maşın məsələsini neynədir? Zəliri xala, narahat olma, xırda həll eləyirəm. Sən neynəmişən? Ayaza dedim ki, maşını oğurlayıblar. Dəli oldu ye. Cəb elədin, yaxşı elədin. Ona hələ bu da azdır. Allah işini avan etsin. Allah yolunu açıq eləsin bala. Sağ ol. Hə. Ala bunu oxu. Bu nədir ki, xala? Bu hökumədən qopartdığım pullardır. Ged özünə yüngül var, bir dənə maşın al yenə. Ayağını yerdən götürsün də, daha boş qalma da. Xala, yox, xala, mən bunu götürənmərəm. Sən halal qazancın, halal pulun deyə xala, yox. Bu nə sözdür danışırsan? Necə yəni sənin pulun, mənim pulum? Sən mənim doğma balamsan, sənin mənim söhbətin ola bilməz. Götür oğlum. Götür xala qurban. Götür oğlum. Uydu. Sağ ol, xala. Mənim balam, can. Səndən başqa mənim kimim var, ay bala? Xeyr, pul deyil, xala, biz aramızda. Halal xoşun olsun, ay bala. Sağ ol, xala. Götür. Görürsən? Gör bir zəng eləyir. Eləməz, yox, eləməz. Ayrı vaxt deyir ki, solmaz. Sən evdə olmayanda mən darıxıram, tez qayıt gəl. Gör indi deyir ki, solmaz ölüb qalıb. Yox, demir. Maraqlanmır, bilmir ki, ölmüşəm, qalmışam. Özüm zəng eləyərəm, yaxşı, eyb yox, özüm zəng eləyərəm. Neynək? Mənim üzüyümün qaşı düşməz. Mən zəng eləyərəm. Götürmüş. Görürsən, götürmüş. Bunun başı nəyə qarışıb, balam? Neyse, götürmədi də götürmüş. Götürmüş, saymır da məni saymır. Saymır məni, saymır. Az olmaz. Sənin başın desən get-gedə lap xərab olur axı.
Evdə 2 mətbəx ola. Sən kartof soğanı burada niyə soyursun? Düş aşağı mətbəxdə soydu onu. Az, sənə nə var harda soyuq? Aşağı soyuqdur. Canımı çöldən tapmışam, soyuqda otur. Baxma, sənə soyuq olmaz. Niyəsin deyim, niyə? Mədət dayının çünki soyuluğunun yanında mətbəxin soyuluğu nədir ki? Heç nə. Nə demək istəyirsən? Mən... İşin gücün yoxdur sənin, hə? Mövzu tapmırsan danışmağa. Oo, məndə mövzu olmaz, bitməz, tükənməz, geniş. Nə mövzudan istəyirsən danışım sənin üçün. Məsəl üçün, gəlin Mədət dayı haqqında danışaq. Mədət dayı haqqında bizə nə qədər mövzu var məndə. Az, oturmuşam gül kimi, çiçək kimi yerimdə. Sən Allah gəlib baş beynimi aparma, imkan verişim yenə məşğul olum. Gül çiçək demişkən. Əlvi 2 dəqiqə saxla, sənə maraqlı söz danışacağam. Gül çiçək dedim, sən kim yadıma düşdü? Yadıma gəlir, sən demişəm deyib, bilirsən də. Mədət dayının axı səndən qabaq bir dənə də həyat yoldaşı var idi. Çiçək. Kişi onu istəyirdi. Sən necə çox istəyirdi onu? O hardan gəldi, düşdü mənim yadıma. Zəhləm ondan gedirdi. İfritənin biriydi, abırsız, həyasız. Onu 2 daşın arasında hardan fikirləşdin, saldın ortalığa? Rasim, deyirəm görürsən arvad necə sənə analıq eləyir. Anadan da artıq deyə. Vallahi. Gör nə qədər pul deyir. Nə qədərdir ki? Hə? Sayım da məndə, nə olar? Bəsdir də Rasim, sən ona yaxşı deyiləmədi. 2 kişi Yaxşı da yaxşı say. Tökürsən yanam. Ay Rasim. 200'lüklər düzdür. Ay Rasim. Utandım elab. Biz arvadın dalıca nələr deyirdik. Nə bilim. Necə baxacağıq. Aldıq verdik arvadın dalıca. Şey yox. İndi nə edəcəksən pulu? Deyəcəm. Hə. Ya maşında açmışam. Ləzzətli maşın. Göhnən də pulunu almışam. Qoyuram üstünə. Qəşəng bir dənə maşın götürürəm. Necədir? Hə, danışmısan hə maşına? Bir dəqiqə, maşın götürəcəksən? Niyə? Niyə götürürsən yəni? Necə niyə? Maşın niyə götürülür? Bildim Rasim. Deyirəm bəlkə indi götürməyəsən. Niyə də niyə? Ay Rasim, necə yəni niyə? Hə, necə yəni niyə? İndi alsan qırğın düşəcək, həngamə olacaq evdə. Hamı sənin əlindən usta bu evdə yanıqlı düşəcəklər üstünə. Maşın götürmüsən, düzdür atlarına. Aparıb vurmusan, krediti qalıb üstlərində, düzdür. İndi sən bu maşını alsan, Ayaz haqlı olaraq deyəcək ki, pulun vardı, gətirib krediti bağlayardın da. Ayaz qələt eləyir, başını daşa döyür. Kim deyə Ayaz? Ya ondan cəza alacam, nə alıram, nə satıram? Getsin işlə məşğul olsun. Rasim, bildim. Onu da düz deyirsən. Amma eləmə, ertələ biraz. Sonra. Ay qız, nəyi ertəliyim? Kimə görə ertəliyim? Cəhənnəm olsun hamısı, buradadılar da. Bax da, mən bir söz demirəm, özün bilərsən. Nəysə, mən getdim. Hara? Yemək yerdin heç olmasa. Yemək yolda bir şey tapıb yerəm, gedim isti-isti məsələni həll edeyim də bura görəm. Hə, Ola ver də, Allah son sağ olsun. Getdim mən, sağ ol. yaxşı. Bir zibili çıxmasa yaxşıdır. Ay Rasim. Az Aynur sənlə əmi, bu 2 daşın arasında o çiçək hardan yadıma düşdü? Az, nə bilim, sən gül çiçək dedin, mən də çiçək yadıma düşdü də. Ay Solmaz, deyirəm ki, bilirsən onunla nə qədər da evin içində dava qırğın eləyirdi. Müsibət evdə bir gün söz söhbət əski olmurdu ki.
Amma gəl, kişi də onu necə çox istəyirdisə, hər dəfə gəlirdi, ancaq onun tərəfini saxlayırdı da. Danışmışam da sənə, bilirsən ki özünə. Ha, bilirəm. Elə heç nə də, elə o vaxtı evdə söz-söhbət oldu, axırıncı dəfə köhnə evimizi deyirəm də. Heç nə elə biz də elə döydük, başını gözünü yolduq, elə açdıq qapını, atdıq bayra. Ha, sonra bilmədik nə oldu, amma bu yaxınlarda maraqlandım. Çiçəklə? Az bəs hə də, mən bir yaxdan kimlə danışıram? Çiçəklə, hə. Nə öyrəndin? Heç nəsə bir nəfər var idi, elə ondan soruşdum. Dediyinə görə deyirsən rayona köçüb. Hə, rayona köçüb tək yaşayır. Daha ailə zad qurub eləməyib. Çiçək axı bu Mədət kişinin ikinci həyat yoldaşı idi. Valla bu Çiçək də elə danışanda hərdən deyirdi, gah deyirdi, nə bilim mənim 2 uşağım var. Gah deyirdi mənim 2 qızım var idi, hə, elə deyirdi, hə, səhv eləmirəm. Gah deyirdi mənim heç bir uşağım yoxdur. Nə bilim indi belə. Rayonda yaşayır. Hə, rayonda deyir özünə güzəran qurub orada yaşayır. Mənə bax, solmaz. Güzaranı xoş olsun. Olsun. Sən ağlıma nə gəldi? Solmaz. Ağaz, deyirəm bəlkə bu Mədət kişi ilə Çiçəyin yanına gedib, hə? Yox. Sən yanına getməyib. Hə. Sizin qarnınızı doyurmaqdan ötürü yazıq çöllərdə qalıb, hə? Bizim ikimizə qalsa, xanbəy kimi dolanarıq. Sən nərin atıb gedib sizi yazıq kişinin boynunda qoyub, o da bilmir sizi saxlasın, bilmir onları saxlasın o Tofiqgili. Ona görə çöllərdədir yazıq. Hanı mən? Çıxam. Həyəcanlanma, çox həyəcanlanma. Soyuq olar ha. Vallahi qadın ürəyi və bu başdan qara binandı niyə səni? Çiçək özdə, çiçək. Hardan ağlıma gəldi düşdü. Vallahi heyranam da özümdəki bu ağla da, heyranam da. Məndən var bəyəm, neysə. Ay, belə işlər, gedim. Hə, bacı düz deyirsən. Həyatda da bacı, hərəni bir cür sınağa çəkir. Hə, ay bacı, hər düzdür. Nə bilim, insanın elədikləri də bir gəlir başına. Baxır bu sınaqdan sən necə çıxırsan, Bacı, sənə mən bir söz deyim. Vallahi onun öz elədikləridir. Bax, indi bir çıxır qabağına. Hə. Cənnət. Elədir. Tamamilə düz deyirsən. Adamın elədikləri bir çıxır qabağına. Bacı, mən sənə sonra zəng eləyərəm, yaxşı? Gələnim var. Oldu bacı, oldu. Mən də öpürəm, sağ ol. Nə çənənləyirsən az, hə? Nədir? Mən sənin dediklərimi təsdiq edirəm də. Özün indi demədin ki, bu həyatda heç nə elə belə olmur. Adamın elədikləri çıxır qabağına, adamın elədikləri gəlir başına. Özün dedin ki. Oğuz, bura bax, dedim, əcəb elədim. Bundan sənə nə var, hə? Nə demək istəyirsən? Mən heç nə. Tövbə, mən kiməm ki nəsə deyim? Sən kimi nə istəsən danışa bilərsən, nə istəsən deyə bilərsən, kim nə istəsən qeybət eləyə bilərsən. Məsələ heç də onda deyil. Bəs nədədir məsələ, Bahar? Nədə? Köpək qızı, mən əsəbləşdirməklə məşğul deyil, görsən, gözü çıxmış. Gör məni necə özümdən çıxartdı. Buna bax. Mədət Çiçəyin yanına gedib. Gör mən nə dəli elədik. Yox bir Allah vurub çiçəyi eləmə. Səni də. Mədət sən gəlir.
Seni verene şükür. Alo. Ay can. Salam. Ne dersin? Ben yaxşıyam. Sen ne dersin? He. 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 Lap yaxşı, lap yaxşı. Allah'a şükür. He, başa düşürəm. He, sən iş güc adamsan axı. He. Oteldə qalırsan? He. İnanıram, inanmıram ki. He, lap yaxşı, səni verənə şükür. Oteldəsən mi? Orada internet var. He. Tez oradan beləcənə şəklini çək mənə göndər. He. Otağındasan, elə otağından mənə çək şəkil göndər. Yox, inanmıram. Amma deyirəm, qoy bir səni dünya gözü ilə şəklini də görüm də. Ay sağ ol. Elə bu dəqiqə göndər. He. Yaxşı. Hər şey yaxşıdır, əzizim, hər şey yaxşıdır. Narahat olma. Haçan gəlirsən, Allah qoysa. Yaxşı, bildim. Yaxşı. Sağ ol. Sən verənə şükür. Canın çıxsın, ay Nur. İndi sən... Şəkli də gəldi. Gedək səni göstərim. Gedək səni aparıb gəzdirmək. Əksi, gəl. Hara cəhənnəm oldu bu? İndi burada olsaydı, telefonu dürtərdim. Gözlərinə, bebəklərinə ki, ala bilək, mədət mənə zəng eləyib, öl çatma. Yoxdur, görsən, nə tərazzüm ürəyimdə qaldı. Evi yox, evdə olacaq da. İndi mədətdən gələn zəngi göstərərəm. Qoyulu ölsün, canı çıxsın. Göğüşma da evdədir. Gözün çıxsın. Nə tərpərt oldum, Eşitmirsən? Səndən soruşuram, nədədir də məsələ, nədə? Məsələ ondadır ki, sən çox düz söz danışdın. Bu həyatda heç nə elə belə olmur. Adamın elədikləri qabağına çıxır, hərlənir, dolanır, fırlanır, başına gəlir. Bax, bugündən səndən xoşum gəldi. Necə düz dedin, Bahar, rədd ol, çıx get mənim evimdən. Hara gedirəm? Mən elə indi gəlmişəm ki. Mən sənin dediyinin təsdiqi kimi gəlmişəm. Elədiklərinə qabağında dayanmışam. Elə bilirsən ki, bacıma, oğluna elədiklərinin heç birini yadımdan çıxartmamışam, unutmamışam. Başın xarab olub səni. Az mən sənin bacını görmüşəm. Az mən Kazımla evlənəndə bacım vardı. Bacım çoxdan rəhmətə getmişdi. Nə gic-gic danışırsan sən? Düz deyirsən. Bacım rəhmətə getmişdi. Bəs oğlu, o yazıq yetim Rasim, onu niyə demirsən, Rasimə elədiyin haqsızlıqlar elə bacıma elədiklərin kimidir də. Mənim bacım cavan yaşında dünyasını dəyişdi. Sənsə onun yetimini evdən didərgin saldın, pərən elədin. Nə eləmişəm, düz eləmişəm. Belə əcəb eləmişəm, bildin? O mənim evimdə qalsaydı, mənim uşaqlarım da indi onun kimi oğlu quldur idi. Gör neçə aydır buradadır, başımıza açmadığı problem yoxdur. Gətirmədiyi oyun yoxdur başımıza. İndi də deyir, bu maşın söhbəti çıxıb. Qalmışam, belə əcəb eləmişəm. Heç peşman da deyiləm. Sonra? Onu elə bilmək olmaz. Qaldı ki, o məsələ. Elə niyə deyirsən, Əgər Rasim də bu evdə böyüsəydi, o da yaxşı oğlan olardı.
Ayaz kimi o da həkim olardı. Nə bilim, mühəndis olardı. Ya hərbiçi olardı, hə? Yazıq uşağı iti qovan kimi qovdu nə evdən? Mənim o balamın, Rasim balamın nəyi Ayazdan əski idi, hə? Bahar, bilirsən nəyi əski idi? Ürəyi. Sənin Rasimin heç vaxt Ayaz kimi ürəyi yumşaq ola bilməzdi. Rəhimdil ola bilməzdi, bildin? Heç vaxt. Sənə elə gəlir. Sən elə bilirsən. Əgər Rasim də bu evdə böyüsəydi, atasının himayəsində böyüsəydi, kim bilir, bəlkə də başqa cür olardı. Düzdür, atası tez-tez onun yanına gəlirdi, ona baş çəkirdi. Yalan deyirsən. Kazım heç vaxt gedib onu görmürdü. Ha? Ay yazım, sən nə bilirsən ki? Kazım həmişə onun yanına gəlirdi. Çünki mənim balam xiffət çəkirdi, xiffət. Həmişə xiffət çəkirdi. Kazım hər maaş alanda, hər bayramlarında bahalı hədiyyələrlə gəlirdi mənim balamın yanına. Hə, amma onu alladırdı, deyirdi ki, səni evə aparacağım, Ayazın yanına aparacağım. Mənim yazıq balam da hər söhbətində oturub durub Ayaz deyirdi. Mən də əsəbləşirdim, hirslənirdim. Yalan danışırsan Bahar, yalan danışırsan. Kazım nə sənin evə gəlib, nə də o uşağa elə vədlər verib. Düz deyirsən. Kazım ölüb gedib. Amma Allah ki görür. Neyse. Cənnət. Qozbeli qəbir düzəldər. Sən isə heç qəbir də düzəltməz. Amma o günü görməyincə ölməyəcəm. Eşitdin? Görməyincə ölməyəcəm. Bahar! O arzun ürəyində qalacaq. Sən o günü görməyəcəksən. Heç vaxt görməyəcəksən. Bahar! Baharıq! Görsən, arzum nətər ürəyimdə qalır. Göründə çıxır ortalığa. Qapısında döyüb içəri girsəm, it kimi məni yeyəcək. Tez ortalığa çıxsaydı, gözünə dürtərdim ki, bir deyim Nədət mənə zəng edib. İkinci dəfə zəng edib. Görsən, axı ki zəng elədi də. Oy, duranda deyəcəm, ha, zəng edib mənə. Boy, gəldin bala. Nətərsən? Salam, ay olmaz. Salam ay bala, nətərsən? Nə olub, niyə bir kefsən? Qaşqabağın yerinə gedir, hə? Bəs olmaz, bəsdir də. Qoy bir nəfəs alın da. Gələn kimi. Al da nəfəs bala. Nəfəs də aldın, oturdun. Necəsən, nətərsən? Hə? Ədə. Nədir? Evdə işim yoxdur. Yox. Nə olub? Nədir? Ürəyi partladı. Heç olmaz. Hə? Bilmirəm, qalmışam belə. Niyə? Allah qalmışam belə. Nə olub, Bilmirəm, evlənim, yoxsa evlənməyim də. Ona görə beynim mənim atıb. Bilmirəm. Uy. Buna bax sən, Buna bax. Durduğum yerdə məni necə hövsələdən çıxartdı. Səni yanıb töküləsən görüm ay Bahar. Yanıb töküləsən. Sənə də mən nə deyim ay Ayaz. Hardan gətirib caladın sən bunu bizim canımıza. Zəlil olmuşlar. Öz evimdə Allah'ın bir xoş günü yoxdur da. Mənə yoxdur. Allah bunlar zəlil eləsin görüm elə zəlil. Bütün hövsələmdən çıxartdı mən zəlil olmuş. Allah sizi bildiği kimi eləsin elə. Bu nə sözdür deyirsən, ha bala? Dəli olmuşsan sən. Necə yəni evlənməyim? Həs olmaz. Hə. Mən doğrudan deyirəm. Belə şeyin zarafatı olmaz. Zarafat eləmirəm sənə. Deyirəm evlənməyim. Niyə evlənmirsən, hə? Dəlisən, evlənənlər səndən artıqdır.
Evlen, niye evlenmirsən? Aş ne bileyim. Hele bir söz değil. Aş, hele bir söz değil. O Tevfik kah deyir ki şeydi. Əsmər yaxşı qızdır. Sonra o Əsmərin o köhnədir keçmiş qaynanası deyir ki belə elə. Ha vallahi başım şişib. Allah haqqı başım şişib. Hemen bu kadar evlenmişəm. Belə çətinliyə düşməmişəm. Düz deyirsən. Düz deyirsən bala. Əslində mən də yaman narahat oluram. Amma neyniyək bala, bir yüz üç, bir biç. Neyniyək hayırdır? Həs olmaz. Əcəb. Mən nə vaxt evlənəndə yüz ölçüb bir biçmişəm, ha? 2 dəfə sən məni zibilə salmısan, 2 dəfə də özüm. Ha? O Fərdə ilə çiçəyi sən dürtüşdürdün mənə də. Dürtüşdürdün mənə. Elnur, qoy indi mən sənə bir söz deyim, acığın tutmasın bala. Elə aralarında ən abırlıları Fərdə ilə çiçək oldu da. Gül kimi dinməz söyləməz. Başlarına qapazı vur, çörəkləri əlindən al. Dinməcə yetim idilər də bala. Olmaz. Mənə oğul doğmayan arvad lazım deyil. Heç belə yaşlı. Mən nahaydayım, sən nahaydasan. Deyirəm ki, Elnur, bala, oğlu olmasaydı da onlar abırlıydılar. Öz tapdığın o Ləmanla Afətin aman tayları dövdülər. Gördüm də, onlar oğul doğacıydı amma üzlərini gör görsün. Hayatsız şeylər idi. Olmaz, sən Allah, köhnə ölüləri diriltmə. Mən nahaydayam, sən nahayda. Mənlə danışıram, sənlə fikirləşib danışırsın. Elnur, bala, özümdən çöl xoruzu kimi çıxmayın. İşte, bilmədimi? Deyirəm ki, git o kızın adı neydi yadımdan çıxdı. Əsmər. 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 Gid Əsmərlə, gid onlara bala. Git danış, söhbət elə, gör nə olur da, bəlkə yaxşı olacaq bala. Sonra sənin başın xarab olur. Sən fikirləşib danışırsan, yoxsa məni əsəbləşdirirsən. Mən Əsmərə nə deyim? Deyim ki, Əsmər, salam eləyik ki. Əsmər, eşitmişəm sənin ayağın sürüşkəndir. Nəsə mənim xoşuma gəlmir. Nəsə belə o deyil. Deyim, nəsə belə söz eşitmişəm. Onu deyim. Sənin başın xarab olur. Sən elə ağzıma gələni danışırsan. Oo. Hər halda maşallah yekə oğlansan da. İndi onun danışığından, sözündən bir şey başa düşəcəksən də. Mən bilmirəm neydim, nəsə olmaz. Qurban olum, mən bilmirəm neydim. Mən hala başımı bulum daşa. Hansı daşa bulum mən bilmirəm. Hadi, götür telefonunu zəng elə. Sən nənəmi? Nə donub qalmısan? Götür telefonunu zəng elə də. Ne oldu? Cevap vermir. Alo, salam Əsmər, necəsən? Yaxşıyam, çox sağ ol. Lap yaxşı, lap yaxşı, lap yaxşı. Nəysə sözün var idi. Hardasan, Əsmər? Ne dedin? İşte Olmaz. ne değil? Deyəsən xoşuma gəldi, ha, olmaz. Dinmirəm. Otur yerində mən əsəblərini oynamaq istəyirəm. Hardasan? Evdəyəm, işdən iri gəlmişəm. Səninlə döyüşmək istəyirəm, Əsmər. Elə bugün? Hadi, elə bugün. Deyirəm, bəlkə çıxaq arası bir söhbət eləyək, ha? Sənin sözün var. Yox, yorulmuşam. Bəlkə sən gələsən bura, hə? Yaxşı, gəlirim. Gəl. Olmaz. Vallahi bilmedim. Nə deyirsən? Dindi sözüdür, nə deyirsən? Səninlə. Bax üzümə, nə deyirsən? Dedi ki, gəl bizə. Gəl bizə! Oo.
Ayaz. Hə, Ayaz bala, mən çox narahatam. nə olub, niyə? Bax oğul, gətirib bu adamları salmısan evə. Bunlar da virus kimi şeydilər. Vallahi belə bilmirəm. Ayaz, mən yorulmuşam da. Vallahi yorulmuşam. Səni başa salmaqdan, sənə söz deməkdən yorulmuşam. Olmaz belə. Vallahi siz mənim canımda can qoymadınız. Ayaz, səni and verirəm atığın ruhuna. Bu maşın məsələsini tezliklə həll elə. Mən qorxuram. Vallahi çox qorxuram Ayaz. Qorxma ana, qorxma. Darıxma, bir şey fikirləşəcəm. Deyirəm Ayaz, necə arxa insanı, eynən atansan, bax eynən Kazımsan durmusan. Ay bala, sən belə necə rahat danışa bilirsən, hə? İş işdən keçəndən sonra sən neyniyəcəksən axı? İş işdən keçib ana. Keçib. Necə yəni? Nə olub? Rasimə dedim, gətir maşını aparıb qaytarmaq istəyirəm. Dedi, oğurlayıblar maşını. Yalan deyir. Gözünün içinə kimi yalan deyir. Bilirəm, yalan deyir. Ona görə hələ polisə vermədim, amma bilirəm ki, tapacam o maşını. Çıxacaq, bir gün çıxacaq üzə. Allah bunların bəlasını versin görüm elə. Amma Ayaz, sən də canında az yoxdur da. Hə, düz deyirsən ana, düz deyirsən. Gördün? Gəldin çıxdın mən deyənə. İnanmırdın. Neyse ana, biraz çıxım havaya, ürəyim sıxıldı. Sən də özü çox darıxdırma, yaxşı olacaq inşallah. Bir yolunu tapacam. İnşallah bala, inşallah. Bayıra çıxırsansa əyni üst elə. Belə çıx. Yaxşı, narahat olma, giyinəcəm mən. Yaxşı. Ehtiyat. Oldu. Ana, yemək hazır deyil. Niyə gəlmirsən yeməyə? İştaham yoxdur ay bala. İstəyirsən başqa bir şey hazırlayım. Evdə hər şey var. Nə desən hazırlayaram. Yox, lazım deyil. Əfsim heç də çəkmir. Belə olmaz axı. İstəyirsən şirniyyatla çay gətirim, ya nəsə başqa bir şey. Yox ay bala. Nəsə bu analizlərin cavabına görə çox nigaranam. Nə deyim, nə deyim? Nə deyəcəksən ki? Sabah. Sabah hər şey məlum olacaq.